Allah Resulü sallallahu aleyhi ve sellemin şəfaətinə nail olan əməllərdən həmçinin sabah və axşam vaxtında, sabahladığı və axşamlar çıxdığı vaxtda Allah Resuluna salavat demək, yəni Allah Resulunun şəfaətinə nail olan əməllərdəndir. Necə ki, Hicrətin 287-ci ilində vəfat edən İmam İbn Əbi Asim Kitab-ı Salat ələ Nəbi sallallahu aleyhi ve sellem adlı kitabında Əbu Darda'dan rivayet ettiği hədisdə deyilir ki, Səmiyyətu Xalid ibn Mə'dən yuhəddisu ən Əbi Darda qala Rasulullah sallallahu aleyhi ve sellem mən sallə aleyyə hinə yusbihu əşrən və hinə yumsi əşrən ədrəkəthu şəfaəti yevməl qiyamə. Deməli, Əbu Darda'dan rivayet edilmiştir ki, Allah Resulü sallallahu aleyhi ve sellem demiştir ki, kim sabahladığı və axşamladığı vaxt mənə 10 dəfə salavat deyərsə, o zaman qiyamət günü mənim şəfaətimə nail olanlardan olar. Mənim şəfaətimə nail olanlardan olar. Şeyx Albani rahimehullah bu hədisi Sahihul Cami adlı kitabda həsən olduğunu demiştir. 6357 sayılı rivayətdə bu hədisi həmçinin Ət-Taberani Əl-Kəbir kitabında, Mucamul Kəbir kitabında 8811 sayılı rivayətdə və Əd-Duleymi Əd-Deyləmi Müsnədül Firdevs adlı kitabda 270 sayılı 270-ci səhifədə, yəni əl yazmasında bunu rivayet etmiştir. Həmçinin Şeyx Munavi qeyd etmiştir ki, bu hədisdə ibadətlərin şərəfinə nail olmağın dəlili vardır və kim bunu etmiş olarsa, qiyamət günü Allah Rəsulunun şəfaətinə nail olan bəndələrdən olmuş olar. Əl-Munavi deyir ki, və fi həzəl hədis dilalətun alə şərəfəl ibadə və fihi şəfaətun xassa və fihi dəlilun alə fədri salatu və səlam alə Nəbi sallallahu aleyhi ve sellem. Demişdir ki, bu hədisdə ibadətin şərəfinin dəlaləti vardır, həmçinin xüsusi şəfaətin dəlili vardır və həmçinin Allah Resuluna sallallahu aleyhi ve sellemə salavat gətirməyin dəlili vardır.